Hamınıza salam. Gəlin bir düşünək. Gördüyümüz iş həqiqətən də sadəcə bir tapşırıqdır, yoxsa bu, əslində bizim kim olduğumuzu göstərən bir imza kimidir? Bax, bugün məhz bu fikrin dərinliyini inəcəyik. Birlikdə kəşf edəcəyik ki, daxili enerjimiz gördüyümüz hər bir işə necə hopur. Elə başlanğıc üçün çox vacib bir sual. Fərz edin bir iş görürsünüz və onun bir hissəsini sizdən başqa heç kim, amma heç kim görməyəcək. O detalı mükəmməlləşdirmək üçün əlavə vaxt və zəhmət sərf edərdinizmi? Bax, bu suala verəcəyimiz cavab əslində bizim həm işə, həm də həyata baxışımız haqqında çox şey deyir və bugünkü söhbətimizin də açarı məhz buradadır. İlk olaraq bunu anlamalıyıq, gördüyümüz hər bir iş əslində bizim daxili dünyamızın, daxili enerjimizin bir növ güzgüsüdür. Bu, sadəcə qəşəng bir fəlsəfi fikir deyil, hər günümüzdə real nəticələr yaradan çox güclü bir prinsipdir. Bu konsepsiyanın əslində bir adı da var. Pozitiv enerji dövriyyəsi nəzəriyyəsi. Əsas ideya isə əslində çox sadədir. Sənin gördüyün hər bir iş sənin daxili vəziyyətini, enerjini dünyaya göstərir. Yəni, işin sənin imzan kimidir. Amma əsl imza görünən yerdə deyil, məhz o gizli qalan, heç kimin baxmadığı detallardadır. Başqa cür desək, bir işi kimsə sizi tərifləsin deyə yox, sırf öz daxili dəyərlərinizə, prinsiplərinizə sadiq qalmaq üçün edəndə, bax o iş sizin pozitiv enerjinizin ən təmiz, ən saf formasına çevrilir. Bütün məsələnin kökü də elə budur. Yaxşı, bəs bu nəzəriyyə real həyatda özünü necə biruzə verir? Gəlin indi bu ilk baxışdan abstrakt görünən fikri həyata keçirən və onun gücünü sübut edən bir neçə çox təsirli misala baxaq. Bu fikir həqiqətən də çox güclüdür, deyilmi? Düşünün, bir inşaatçı torpağın altında qalacaq və heç vaxt heç kimin görməyəcəyi bir betonu niyə mükəmməl tökməlidir ki? Çünki əsas məsələ başqalarının nə gördüyü deyil. Əsas məsələ insanın öz vicdanına, öz dəyərlərinə olan hörmətidir. Eyni məntiq burada da işləyir. Bir dülgər düzəltdiyi stulun görünməyən alt hissəsinə niyə ən yaxşı materialı, ən yaxşı taxtanı qoymalıdır? Çünki o bilir ki, əsl keyfiyyət, əsl dürüstlük, məhz o gizli qalan, heç kimin fikir vermədiyi detallarda yaşayır. Deməli, belə çıxır ki, qarşımızda iki fərqli yol var. Birincisi, işi xarici tərif, təsdiqlənmə və görünən nəticələr üçün görmək. İkincisi isə daxili xarakterimizə, dəyərlərimizə sadiq qalaraq işləmək. Əslində, hər birimiz hər gün bu seçimlə üz-üzə qalırıq. Hansı yolla getməliyik? Yaxşı, bəs bir insanın bu cür daxili motivasiya ilə işləməsi sadəcə fərdi bir məsələdir, təkcə özünə təsir edir, qətiyyən. Bu enerji bir yerdə qalmır, ətrafa yayılır və sanki bir dalğa effekti, bir zəncirvari reaksiya yaradır. Gəlin görək, bu necə baş verir? Proses sanki bir zəncir kimidir. Bir nəfər öz işini daxili dəyərlərinə sadiq qalaraq, dürüstlüklə görür və onun ortaya qoyduğu işdən istər-istəməz bir pozitiv enerji yayılır. Bu enerji ətrafdakılarda emosional rezonans deyilən bir şey yaradır. Yəni, insanlar o səmimiyyəti, o dürüstlüyü hiss edirlər və özləri də eyni ruhla, eyni həvəslə hərəkət etməyə ilhamlanırlar. Beləliklə, bir nəfərin dürüstlüyü bütün mühiti, bütün komandayı dəyişdirməyə başlayır. Bütün bu fikirləri bir araya gətirəndə isə, biz çox daha dərin bir həqiqətə gəlib çıxırıq. Artıq söhbət sadəcə peşəkarlıqdan getmir. Məsələ bundan daha böyükdür. Və gəldik ən vacib nəticəyə. Heç kimin görmədiyi o detalı mükəmməlləşdirmək əslində sadəcə bir peşəkarlıq göstəricisi deyil. Bu, bir xarakter məsələsidir. Bu, mənəvi bir davranışdır və bu, sizin dünyaya hansı enerjini bəxş etmək istədiyinizlə bağlı verdiyiniz bir qərardır. Yaxşı, bəs bunun son nəticəsi nə olur? Niyə bu qədər önəmlidir? Çünki, baxın, bu cür davranış hər hansı bir sistemdə, istər iş yeri olsun, istərsə də cəmiyyət, sabit və sağlam bir enerji axını yaradır. Hər bir insanın daxili keyfiyyəti bütün sistemin ümumi enerjisinin təməlini qoyur. Və ən gözəli də odur ki, bu paylaşılan pozitiv enerji azalmır, əksinə, getdikcə böyüyür, artır və toxunduğu hər kəsi, hər şeyi daha da yüksəldir. Və sonda bu sualı birbaşa sizə ünvanlamaq istəyərəm. Sizin gördüyünüz işdəki o görünməz detal hansıdır? Heç kimin fərqində olmadığı, amma sizin varlığından xəbərdar olduğunuz o kiçik hissə. Ora özünüzün ən yaxşısını, bütün enerjinizi qoymala hazırsınızmı? Unutmayın, verəcəyiniz cavab sizin dünyaya yaydığınız enerjinin elə özüdür.